Keçən səfər Elgünü gördüm. Stolunda bir dənə tüley otusturub. Ay sən özün bilirsən ki Elgün, mən rabadiyaqa mujikəm. Mənim ətrafımdasınızsa qaqa, oturub durduğunuz adamlara diqqət eləməlisiniz. İqır, məni nətən oğlan kimi tanıyırsan? Seryozni mujik kimi, bratva. Ay sağ ol. Elgün, eşitirsən məni? Ən böyüyün yanında oturanların bir dənə şansı var, böyük olmaq. Ya böyük olasan ya da rədd olub çıxıb gedəsən. Stolunda oturduğun adamlara diqqət elə, sən Yetqanın qrupundasan. Kişinin oğlu düz idi, o boyda 60 sanlı oğlandı o. Büyüyündən sonra bu masaya mən zakonumu qoyuram. Yetka. Balam dünəndən Açkinlə Powerbankın bizdə qalıb. Niyə gəlib götürmüsən dəli? Ala verim. Axşam gələrsən.